Hər gün Bakı vaxtı ilə 18:30-da siz əzizlərin evlərinin qonağıyıq. Dünənki verilişimizdə biz Maliki Yevmiddin ayəsinə qədər izah olundu. Dəyərli qonağımız məlumat verdi. Şəhid rəhbərimizin Qurani-Kərim haqqında olan düşüncələri mövzusunda. Bugünkü ayəmiz də İyyəkə na'budu və İyyəkə nəstə'indir. Bura çatdıq, buradan davam edəcəyik. Çox maraqlı şəhid rəhbərimizin bu ayələrə yanaşma tərzi var, üslubu var. İctimai baxımdan ən çox araşdırır insan bu ayələrdən hansı nöqtələri, mesajları çıxarda bilər və öz maddi həyatına tətbiq edə bilər. Bunlar çox mühümdür. İnşallah yaxın gələcəkdə bu kitablar 9 cilddir, tərcümə olunar. Ustadımız da söz verdi Azərbaycan dilinə və biz də inşallah o biri kitabları kimi şəhid rəhbərimizin sevə-sevə oxuyarıq və məlumatımızı, maarifimizi daha da artırarıq. Yeri gəlmişkən bizi YouTube və Facebook platformasından izləyən dəyərli tamaşaçıları da salamlayırıq. Bu vaxtınız xeyir olsun deyirik və hər iki platformadan rahat şəkildə suallarınızı bizə göndərə bilərsiniz. Ekranda gördüyünüz WhatsApp nömrəsinə göndərsəz daha tez bizim əlimizə çatır və elə veriliş gedə-gedə də həmin sualı səsləndirib və dəyərli qonağımızdan da cavab alırıq. Mən vaxt itirmədən dəyərli qonağımızı sizə təqdim edirəm. Studiyamızın qonağı cənab Hüccətül İslam, alim, ustad, Sayvər ağadır. Ustad, mən sizi salamlayıram. Çox xoş gəlmişsiniz. Necəsiz? Aleykümselam və rəhmətullah. Mən də siz hörmətli cənab-ı əziz tamaşaçılara salam ərz edirəm. Aleykümselam ustad. Allah ömrünüzə, ilminizə bərəkət versin. Buyur ustad, İyyəkə na'budu və İyyəkə nəstə'in ayəsindən davam Bismillahirrahmanirrahim. İyyəkə na'budu və İyyəkə nəstə'in. Ayənin tərcüməsi budur ki, təkcə sənə ibadət edirik və təkcə səndən kömək istəyirik. Bəli. Əvvələn, ibadət ki, nə'budu sözünün köküdür, mənası nədir? İbadət, yəni bəndəçilik. Əbd, yəni bəndə. Düz. Bəndəçilik mənası nədir? Buyurur ki, bəndəçilik, yəni birinə bağlı olasan. Bir kəsin ya bir şeyin ixtiyarında olasan, təslim olasan, tabi olasan. Onda deyirlər, bəndədir ona. Onun tam ixtiyarında olasan. Ona bəndə, təslim olasan. Təslim olmaq iki modeldir. Bəli. Həmişə bəndəçilik yaxşı deyil. Asılıdır nəyə bəndə olsan. Bəli. Həva və həvəsə bəndə olsun. Bəli, ev yıxıldı. O pis bəndəçilikdir. Qudrətə bəndə olsun, pis bəndəçilikdir. Şöhrətə bəndə olsun. Bir də budur ki, Allaha bəndə olasan. Bəli. Pəs birinci nüqtəyi ki, bəndəçilikdən ələ gəlir və şəhid rəhbərimiz buyurubdur. Budur ki, bəndəçilik iki növdür. Asılıdır kimə bəndəyəsən. Müsbət və mənfiyə çevrilir. Düz. Allaha bəndəçilik Müsbət. və qeyri Allaha bəndəçilik. Məsələn, insan şeytana, nəfsinə və başqa zalimə bəndə ola. Bunlar hamısı nədir? Mənfidir. Bir nöqtə budur. İkinci nüqtəyi ki, burada izah edirik, o da budur ki, ən gözəl medal insana bəndəçilikdir Allaha. İnsanın ən gözəl ifadə ki, insana vermək olar kəmal prosesində budur ki, Allaha bəndə olar. Yəni, bəndə olsun, rəsul olursan, bəndə olsun. Bəndəçilik özü bir dənə məqamdır ki, insan Allaha bəndə olar. Niyə? Onun izahı mühümdür. Burada incə izahı var. Deyir, Allaha bəndə olmaq əslən yanə-mənə bir ayrı ifadə ilə işləs çox. Düz. Allaha təslim olmaq yanə-mənə ayrı ifadə ilə. Yəni, insan, məsələn, həva və həvəsinə təslim olur,
Bir mənası var, yəni həva və həvəs zəlil olur həva və həvəsinə, həva və həvəsinə qul olur. Allaha təslim olmaq mənası nədir? Buyur, Allaha təslim olmaq, yəni fəzilətə təslim olmaq, xeyrə təslim olmaq, yaxşılığa təslim olmaq, kəmala və inkişafa təslim olmaq. Allah kamilliğin mərkəzidir. Allah Əsmaül Husnanın mərkəzidir. Allaha təslim olmağın mənası budur. Ona görə bir dənə bir ayrı nüktə deyir burada. Əvvəldə təslimçiliğe bölür mənfi müsbətə. Sonra buyurur ki, əsən bu bəndəçiliğin mahiyyəti olandan fərqi var. Allaha bəndəçilik mahiyyəti yüksəlməkdir. Mahiyyəti kəmala bəndəçilikdir. Dəyərə bəndəçilikdir. Xeyrə bəndəçilikdir. O bizlərin mahiyyəti zəlil olmaqdır. Yəni burada Allaha bəndəçilikdə zəlillik yoxdur. Kamal var. Kamillik var. Çünki bəndəçilik yəni yuxarıya çıxmaq. Bu bəndəçiliyi ki, qeyri Allaha var, yəni yenmaq aşağıya. Nuzul. Yəni həqir olmaq, zəlil olmaq, sınmaq. Ona görə Allaha tərəf insan gedir, yəni kəmala tərəf gedir. Allah yəni sonsuz kəmal. Bu bir nüktədir ki, burada buyurur. İndiki dəyişilmiş dinlərdə, bəzi firqələrdə var. Görsən, məsələn, Allahla insan əlaqəsini ata-bala əlaqəsi bilir. Ata. Bəli. İsti münasibətdə, mehribanlıq. Güya, məsələn, kəlimə cəzzabiyyəti var, məsələn, cazibəli. Amma insan mümkündür bir şəxs atası olar, amma təslim olmuyor ona. Bəli. Nə çox ovladlar var ki, atalarının saymırlar. Pəs atalıq əlaqəsi məfhum bəndəçilik əlaqəsindən ayrıdır. Bu, İslamda gözəl bir termin bəşərə gətiribdir. Bəşər Əbdullahdır. Allahın bəndəsi. Nəinki Allahın oğludur. Ata-bala əlaqəsi sistemi fəlsəfi baxımdan da ki, düz deyil, şimdi ərz edir. İctimai baxımdan da o məqsədi ki, o məqsəd bəndəçilikdə vardı, onda yoxdur. Onun ata-balarında bəndəçilikdə, yəni təslim olasan dəyərə, təslim olasan fəzilətə, günahdan uzaqlaşasan, kamilləşəsən. Amma ata-bala rabitəsində bu cür bir şey yoxdur. O məzmunun içində bu yoxdur. Ola bilər biri nəsə olsun, amma o dinə ata-bala rabitəsi deyil. Bəli. O ayrı məsələdir. Burada bu nüktəyə də işarə edir ki, ən gözəl ifadə ki, insanla Allahın əlaqəsində demək olar, budur ki, insan Allaha bəndədir. Nə insan Allahla oğul, ataya ayrı əlaqələr terminlərdə bəzən gətirir. Bəzi dinlərdə indi var da bu cür şey. Məsələn, indiki xristiyanlıqda bu vardı, ata-bala. Amma bu o İslam dininin ruhundakı təslim olmaq var Allaha. O yox, o deyil. Hələ fəlsəfi baxımdan batil sözdür, ayrı bəhsidir. Bu, ictimai baxımdan da o təsir ki, Əbdullahlıqda vardı, o birisi terminlərdə yoxdur. Fəlsəfi baxımdan da olmaz. Allah Quran burada ləm yəlid və ləm yulad. Nə Allah doğulub, nə doğubdur. Nə validdir, nə vələddir. Bu da bir nüktə ki, vardır. Digər nüktə burada Allaha bəndəçiliğinin bir sıra özünə uyğun bir növ əsəri var. Özünə uyğun bir növ nəticələri var. Ki, insan Allaha bəndə olsa nə olar? Nə olar? Quran da buna çox ayələrdə təkid edibdir. Deyir, Allaha bənd olan qeyri Allahdan bəndəçiliğini qırar. Hə, yəni gözləntisin, istəməyin, başqasına da ağız açmaz da bu təslim olmaz. Bəndə olmaz. Yəni istəyir desin ki, burada bir inkar məsələsi var, bir də təsdiq məsələsi var. Əbdullah
Fəqət bu deyil ki, Allaha bəndədir. Başqasına da bəndə deyil. Başqasına qul deyil. Bu belə deyil ki, insan dində itaət var başqasına. İnsan Allaha da itaət edir, Allah buyuran Peyğəmbərinə itaət edir. Amma heç vaxt Allahdan qeyrisinə ibadət eləməz. Allahdan qeyrisinə bəndə olmaz. İnsan fəqət kimə bəndə olmalıdır? Allah. Əbdullah fəqət olmalıdır. Düz. Bu da bir məsələ ki, pəs tövhidin ruhunda iki məsələ var. Bir, ubudullah, bir vəctənibut tağut. Təsdiq tərəfi var. Allaha bənd olun. Allaha bənd olun, mənası budur ki, həvəsübə bənd olma. Mənası budur ki, bənd olma. Mənası budur ki, şəhvətə, şöhrətə, istola, bunlara bənd olma. Pəs bir məsələ də burada bəndəçiliğin inkar tərəfi də var, təsdiq tərəfi də var ki, burada işarə edir. İyyəkə nəbudun, bilirsiniz, Qur'an ifadələri çox incədir. İyyəkə nəbudu fərq eləyir, nəbudukə. Bəzi dualarımızda var, nəbudukə. Nəbudukə, yəni sən ibadət edirik. Amma İyyəkə nəbudu, yəni təhcə sən ibadət edirik. Həsri çatdırır da. Həsri çatdırır, o inkar tərəfini də göstərir burada bizə. Fəqət yalnız sən. Fəqət yalnız sən. Ubudiyyət həsr olur Allaha. Bir nüktədə ərz edeyim. Bu mərhum Əllamə Təbatəbari Əl-Mizanda buyurur. Buyurur ki, insan əxti istəyir Allaha əbdiçiliğini bildirsin. Ona görə özünün müstəqilliyini gərək itirə. Mən desə, elə bir mən sənə ibadət edirəm. Burada özünü də bir növ qatır. Görsətdi da mən və sən. Düz. Bu da rabitə var, ibadət rabitəsi. İstir yox, desin. Ortada mən yoxam. Mən yoxam. Ona görə deyil, nə'budu, biz. Bu ki, burada İyyəkə nə'bududur, İyyəkə ə'budu deyil. Sirri budur ki, əbdiliqlə mən tutmaz. Cəm olmur. Əbdilik ki, mən bəndəyəm də mən itirəm. Mən də yoxam, o ki, vardı sənsən. Yaxşı. Sonra mərhum Əllamə buyur ki, bir nüktə burada ki, nə var? Düzdür mü? Biz, amma deyək, ibadət edirik. İbadəti cinə kimə nisbət veririk? Özümüzə. Abidliği sildik. Olduq nə'budu. Mən ibadət edirəm, sildik. Olduq biz ibadət edirik. Da məni bir unvanı müstəqil abid görmağım yoxdur. Amma ibadət görünür, məbud da görünür. İkinci cümlə sir ibadəti dəsf eləsin. İyyəkə nəstəyin. Deyir, mən hər zadda səndən kömək arama. Birinci cümlədə ki, mən dedim, səni biz ibadət edirik. Elə bir mən özümün bir gücüm var, qudrətim var, bu qüvvəm var ki, ibadət məndən sadir olur. O da səndəndir. O da səndən. O ibadət eləmağımda da səndən kömək aram. İbadəti də silirəm. O ki, qalır təkcə məbuddur. İnsan əvvəldə vaxtı ibadət edir, 3 dana hissə var. İbadət eləyən, ibadət olunan və ibadət. O forma. Məsələn, sən namaz qılırsan, sən namaz qılansan, namaz bir də Allah. Əvvəl cümlədə namaz qılanam, bu məni silirəm. Çünki ibadət məqamında mən yoxdur. Mən qulam, o Mevladır. Biz, da mən itdim cəmdə. İkinci cümlədə o ibadəti də silirəm. Namazı. Məbud. Səni görürəm fəqət. Buna deyirlər huzur qəlb. Allahı görürəm. Allahı görürəm. Bəzən insan, məsələn, cüzciyə baxar, özünü görsün. Cüzciyə baxmaz. Desələr cüzci sınıqdır. Hiss eləməz. Tazadan gərək cüzciyə baxar. Bu da o ayrı baxışına. Nə baxışına? Elə bir cüzcünü məsələn alanda nə cür adam baxar? Özünü baxmaq üçün yox ki, cüzciyə baxmaq üçün. Özünə baxar. Cüzcünün özünə. Deyir, ibadətdə də məbuda bax. Nə öz ibadəti və, nə özüvə. İnsan ibadətdə bədən özünə baxar. Ücb yaranar. İbadətinə baxar. Riya yaranar.
Məbuda bax, ücbüdə yaranmasın, riyada yaranmasın. Bu mərhum Əlləmənin nüktəsidir. Bu İyyəkə nəbudu və İyyəkə nəstəyin. Şəhid rəhbərimiz də burada bir incə nüktəni işarə eləyir ki, əsən niyə bəşərcəyə Allaha ibadət eləyəm? Allaha ibadət eləmək bəşərə nə xeyri vardı? Burada iki sahədə bəhs eləyir. Bir budur ki, əslən Allaha ibadət, yəni kamilləşmə, fəzilətə doğru getmək. Allah heç vaxt bu mənada da ki, Allah ibadət yəni insan zəlil ola, əylə. Allah ibadət etmək yəni böyüyə. Allaha ibadət etmək ruh böyütməkdir. Allaha ibadət etmək ruhu əzəmətləndirməkdir. Allaha ibadət etmək insan ruhunu, qəlbini şərh sədr verməkdir, səbrini çoxaltmaqdır, yəqinini çoxaltmaqdır. Allaha ibadət etmək özünü kəmal tərəfinə yönətməkdir. Ona ki, ibadət nə üçündür? Çünki mən özümü gərək kəmala tərəf gedəm. Bu aydın. Bu bir məsələ ki, bu burada vardır və bu fəxrli bir zatdır. Yəni, fərq eləyir başqası ilə. Sonra ki, inşallah gələn cələsələrdə ərz edirəm, ibadət insanda sən fitridir. İnsan bəzən məbudunu çaşırır. İbadət fitridir. Aha, mistaqı qarışdırır. Mistaqı qarışdırır. Hətta o ki, butpərəstir, o kamilliği onda görür. Ona ibadət edir. Həqiqətdə Allaha ibadət edir. Bilmədən bunu deyib o Allahdır. Düz. Tətbiqində səhvidir. O nümunəsində, gerçəkində düz seçmiri. Həqiqətdə onun dalınca gedir ki, sonsuz kəmaldır. Amma sonsuz kəmalı səhv axtarıbdır, səhvi tapıbdır. Ustad, onda ibadətsiz belə deyə insan yoxdur da, ateist də ibadət eləyir də bir növ. Bir mənada hamı kamilliğə tərəf getməkdadır. Onun bir yolu ibadətdir. Kamilliğə tərəf ki, insan gedir, bəzən o yolunu, o nümunəsini, o ülgüsünü diqqət eləmir nədir. Bir məsələ budur. Digər məsələ, burada bir nüktə də yaradır və bu böyük bir nüktədir. Bu, Allah bəndəçiliğin ictimai tərəfində izah edir. Bir fərdi tərəfi var. İnsan Allaha bəndədir, həvəsinə bəndədir. Allaha təslimdir, nəfsinə təslimdir. Bir budur. Bunun bir ictimai tərəfi də var. Allah bəndədir, daha zalimə təslim deyil. Burada Fir'ona təslim deyil. Allah bənd olan belənci bir qüdrətlərdən, dünya qüdrətlərinə bu sınmaz onların qarşısında. İmam Hüseyin kimin olar ki, mənim tayım Yazidin tayına nə eləməz? Beyət eləməz. O bəndəçiliğin cəmiyyətdə nə idi? Təsiridir və cəmiyyətdə göstəricisidir. Çoxlu insanlar hava və həvəslərindən ötür. Çünki hava və həvəsdən xəlas olanmayıblar, bəndəçiliği Allahdan uzaqlaşdırıblar, gətiriblər dünyadakı Fironlara, dünyadakı zalim qüdrətlərə əyiliblər. Burada bir incə nüktə də deyir. Deyir, bu məsələdə elmə çox qeyd etmir. Bəzən bilirlər. Ruhlarında hazırlıq yoxdur. İnsanın iki dənə müşkülü var. Əsas müşkülü. Biri bilməməkdir, biri getməməkdir. Biri gözün körlüğüdür, biri ayağın şikəstiliğidir. Bəzi insanların gözləri kördür, yolu görməzlər. Bəzi insanların ayaqları şildir. Gedə bilməzlər. Görməmək, bundan irəli gələr ki, mənfi təbliğatlar eləyərlər, insan təxribatların içində haqqı tanıyanməz. İndiki dünyada da bu vardır. Görürsən, o qədər ayrı model, məlumat insana, sünni, yalan məlumat verir, insan düz məlumatı oradan çıxarda bilməz. Bu haqqı tanımamaqdır. Onun üçün hədislərdə var, tükdən nazikdir sirat. Tapmaq üçün. İnsan fikri, əqli, ruhi, subut axtara, diqqətli ola, ta burada çaşmıyor. Bəzən insan yol görür yolu, bəli gedə bilmir.
zəncir ayağındadır. Bağlayıb. Gözündə pərdə yoxdur. Problem yoxdur gözündə. Ayağında zəncir var. O nədən yaranırsa, O da insanın ruhi həvəsə uyğun olmaqdan yaranır. Həvəs insanı zəncirləyər. nəfsdə. Qudrətə həvəsi var. Bəli. Dünya marağına həvəsi var. Bildiği məsələdə də görürsən addım atmır. Burada misallar var, dünyada çoxlu müsəlman yerlərində görürsən bir sıra insanlar vardılar ki, bilirlər kim zalimdir, kim firondur, kim müstəkbirdir, zor deyəndir, imperializmidir. Bilmək müşkilləri yoxdur. Hətta misal vurur, deyir, xüsusi məclislərdə danışanda da bizə təsdiq edirlər. Amma əməldə eləyənmirlər. Əksin eləyirlər. Niyə? Çün ruhunda bu stoluna bağlılıq var axı. Deyir və bu işi görsə stol əlindən çıxar. Deyir və bu işi görsə filan maddi marağı əlindən çıxar. Filan yerdə pulları əlindən çıxar. Bu bağlılığı dünyaya, maddiyata, həvəsə səbəbdir ki, o bildiği kimin yaşamasın, düşündüğü kimin addım atmasın. Bu da bir nüktədir ki, burada işarə edir. Cinə bilmirəm, vaxt var. Bəli, vaxt var. İyyəkə nə'budu və iyyəkə nəstəyin. Digər nüktəyi ki, burada danışırıq, o da budur ki, Allaha pərəstiş ərz elədik, fitridir. Ya nə mənə fitridir? Yəni, tamam insanlar öz daxildən meyliləri var, bu meyl insanlarda var, kamilliğa. Hamı istəyir kamilləşsin. Hətta biri ki, qudrət dalınca düşübdir, deyir və kəmal nədir? Bərabərdir qudrətinə. Deyir və insanı kamil, yəni insanı qudrətli. O ki, qudrəti çoxdur, o kamildir. O ki, dünya maddi maraqlar dalınca gedir, ki, nə dünya maddi marağı nə mənə bilir? Kəmal insana bilir. Kamil insan, yəni o. Ona görə hamı kəmala tərəf gedəndir. Hamı istəyir kamilliğa təslim olsun. Onun üçün sonsuz kəmaldır. Deyir, hətta bu Allah məsələsi üçün sonsuz kəmal, yəni Allahdır. Deyir, insan, hətta kafir insan. Çünki Quran o ifadə işlədir, möminə, müsəlmana işlətmir, qafilə işlətmir. Hətta kafirə də işlədir. Qafil budur ki, Allahı tanıyır, amma diqqəti yoxdur. Kafir budur ki, Allahı tanır. Deyir, hətta bunlar da. Çətinliğə düşəndə Allah yadlarına düşər. O cəmi misalım var. Cəmi misal, Quran o ayələrdə məsələsi insandır. Məsələsi mömin deyil, məsələsi müsəlman deyil. Deyir, bəzi insanlar hətta dananlar. Onlar ki, Allah'a adi şəraitdə danırlar. O şəraitdə Allah'ı qəbul edirlər. Allah'a yalvarırlar. Niyə o şəraitdə Allah'a yalvarırlar? Çünki fitrətləri oyanır. Əlbəttə, istirar şəraitidir. Yəni, o çarəsizlik. O vaxt fəxridir, o vaxt kəmaldır ki, insan ixtiyar şəraitində boğular. Amma hər halda bu görsədir ki, insanın daxilində bir dənə mənə vardır, bir hissi var. O hiss, yəni sonsuz kəmala tərəf getmək, onu inanmaq, onu pərəst etmək. Bəs Quran niyə gəlibdir? Bəs bu fitrət var. Quran gəlib desin ki, sonsuz kəmal stol deyil, sonsuz kəmal qudrət deyil, sonsuz kəmal filan maddi maraq deyil, filan vəzifə deyil. Quran gəlib misdaqını bizə desin, Allahdır, lillahil əsmaul husna. Nə lil, məsələn, qudrət əsmaul husna, lil, məsələn, mal əsmaul husna. Fəqət Allahadır bu əsmaul husna. Allah Quranda istəyib bizə, o biz çaşırıq nümunəsində, şəxsində, o varlığında onu bizə təyin eləsin və göstərsin. Bu da bir nüktədir ki, İyyəkə nəbudu və İyyəkə nəstəyin. Mən bir nüktə də ərz edeyim burada, bu da incədir. Maraqlıdır. Ədəbiyyat elmi, biri də fəsahət bəlağətdir. Fəsahət bəlağət insan ərəb dilində diqqət eləsə, çoxlu Qurandan incə nüktələr ələ gətirər. Bir şəxs əvəzliyində bir üçüncü şəxsi var.
Bir ikinci şəxsi var. Bir də birinci şəxsi var. Bəli. Mən, sən, o. Birinci şəxs, yəni mən, ikinci şəxs sən, üçüncü şəxs o. Bu ayələr əvvəldə Allah üçüncü şəxsidir. O. Elhamdülillah. Həmd olsun Allaha. Deməyəm, həmd olsun sənə. Allah qayib nəzərdə alınıbdır, danışır. Elhamdülillah, Rabbil aləmin, Ər-Rəhmanir-Rəhim. Amma birdən şəxs əvəzliyi dəyişilir. İyyəkə, təhdə sənə. Üçüncü şəxsidən çevrilir, Allah ikinci şəxsə. Ayrı ifadə ilə desəm, qayiblikdən çevrilir, Allah hazır olur. Odan çevrilir sən. Buna ədəbiyyat terminində deyərlər iltifat. Termini budur. İltifat bir dana incəsənət, fəsahət, bəlağətin uslublarından biridir. Məsələn, sən danışırsan bir nəfər barəsində. O belə gəldi, o belə getdi. Sonra vaxtı həyəcana gəlsən, elə haman deyən, sən kimsən bu sözü danışsan? Bu sən kimə barətdir? Həmin oya. İfadəni dəyişsən. Bizim öz ədəbiyyatımızda da bir cür danışıq vardır. Buna deyirlər iltifat. İltifatın sirri vardır. Niyə bu cür şəxs əvəzlik dəyişilir? Quranda bəzi ayələrdə var, amma sən görürsən, deyək, innəhu. Allah belədir, Allah belədir. Sonra birdən deyək, inna ənzəlna. Biz. Hodan, odan geçdi bizə. Buna deyirlər iltifat. Və bu çoxdur. Quran ayələrində bu uslub, iltifat uslubu Quran ayələrində çox-çoxdur. Sirri hər ayədə izah olunan. Müfəssirlərin bir öhdəçilikləri budur ki, bunu izah edirlər ki, niyə bu baş verdi? Burada niyə əvvəl belə axar gəlirdi, birdən axar dəyişildi? Bu ayələrdə buyurublar ki, insan hələ əvvəl Allahı tanımayıbdır. Çün Allahı tanımayıbdır, Allah biləsinə nə cürdür? O, qayibdir. Hələ Allah'a mərifət tapmayıbdır, tam ondan tanış olsun, desin sən. Hələ Allah'la tanış deyil. Allah'la tanış olur əvvəl ayələrdə. Əvvəl belə tanış olur ki, Elhamdülillah Rabbil aləmin. Mənim geçmişim Allah'tandır da. Məni yaradıb Rəbbidir. Biraz ifadə, tanışlıq davam verir. Ər-Rəhmanir-Rəhim. İndi də məni Rəbbiliği rəhməti iləndir. Umumi rəhmət, xüsusi rəhmət. İndiki vəziyyətimdə Allah'ınandır. Biraz davam verir tanışlığın Maliki yevmid. Allah, gələcəyim də mənim Allah'ınandır. Elə həmişə mən Allah'ınanam. Geçmişdə məni yaradıb, indi mənə Rəbbidir, sabah Maliki yevmiddir. Heç zamanı yoxdur insan Allah'tan qırıla, ayrı düşə. Bu tanışlıqlara səbəb olur, daha həmişə Allah'a sən səsləsin. Allah hazırdır axı, Allah qayib idi. Bu düşüncələr səbəb olur, insan Allah'ı nə cür görsün? Hazır, onu gördür, İyyəkə nəbudu, təkdə sən. Sən sözü odan sonra o düşüncələrin davamıdır. Çox gözəl ustad, Allah razı olsun, həqiqətən dəyərli nöqtələr idi. İcazənizlə suallara başlayaq. Səsli sualımız olacaq, Seyidcan ya? Bəli, səsli sualımız var, əlhamdülillah. Buyurun, eşidək. Salam aleykum, hər vaxtınız xeyirli olsun. Sizlər Villət TV əməkdaşlarını və cənab hörmətli ustadı salamlayıram. Allah sizdən razı olsun. Sualım belədir. Təvəssül necə başa düşməliyik? Quran-ı Kərimin bəzi ayələrində, məsələn, Fatihə surəsi 5-ci ayədə yalnız Uca Rəbbimiz yalnız onu ibadət etməyimizi və yalnız ondan kömək istəməyimizi buyurur. Həmçinin Bəqərə surəsi 186-cı ayədə Uca Rəbbimiz özünə dua etməyimizi buyurur. Və Cin surəsi 18-ci ayədə özündən başqa heç kimə dua etməməyimizi buyurur. Və Qafir surəsinin 60-cı ayəsində Uca Rəbbimiz özünə dua etməyimizi və ona ibadətə təkəbbür etməməyimizi buyurur. Sualım belədir ki, belə olduğu təqdirdə təvəssül necə başa düşməliyik?
bir müminin hacetini birbaşa Allah'tan istemesi mi daha doğrudur, yoksa vasıtada istemesi mi daha doğrudur? Təvəssül inkar eden ve təvəssül etmeyen birinin hükmü nedir? Zəhmət olmasa hörmətli ustad sualımı cavablandırardı. Allah sizden razı olsun. Allah elminize bereket versin. Bəli, biz təşəkkür edirik. Allah razı olsun elmi sualıva görə. Allah ömrə bərəkət versin və istəyirik ki, hər verilişdə sizin kimi dəyərli tamaşaçıların səsini eşidək. Bəli, usta. Əvvəla, İyyəkə nəbudu və İyyəkə nəstəyini ki, bugün dedik, Allahdan kömək istəyir. Allahdan nə cür kömək istəyək? Yolu nədir? Məqsəd budur ki, Allahdan kömək istəyək. Bəli, istəsək Allahdan kömək, metodu nədir? Keyfiyyəti necədir? Təvəssül o metoddadır, hədəfdə deyil, məqsəddə deyil. Bəzilərin çaşmaları budur. Məqsədlə metodu qarışdırır. Baxın, Quran deyir, haman Quran içi deyir, İyyəkə nəstəyin, haman Quran deyir, vəstəinu bis-səbri vəs-səlat. Səbrlə və namazla kömək alın. Və Allahdan kömək alırıq və səbrlə, namazla kömək alırıq nədir? Vəstəinu bis-səbri vəs-səlat. Səbri də bəzilər mənə eləyiblər təfsirsə, oruc. Hələ oruc bir nümunəsidir. Səbr eləməklə və namaz qılmaqla kömək alırsın. Allahdan kömək alırız. O məqsəd aydındır. Metodu Allahdan kömək alınmaqla budur ki, namaz qıl. Allahdan kömək al. Metodu budur ki, oruç tut. Allahdan kömək al. Metodu budur ki, imamları təvəssül elə Allahdan kömək al. Bu metoddur. Metodla məqsədi nə etməzlər? Qarışdırmazlar. Pəs ayə ki deyir, İyyəkə nəstəyin, haman Quran deyir, vəstəyinu bis-səbri vəs-səlat. Bunların ikisini nə cür mənə deyirlər? Bəzilər ki, deyirlər, Allahdan fəqət kömək alaq və namazdan niyə kömək alsız? Ayə deyir, namazdan kömək alaq. Ayə deyir, səbridən kömək al. Namaz ki, Allah deyil. Düz. Namaz Allahın buyurduğudur. Olsun, Allahın buyurduğu da bir də məhəbbəti əyim olar. İmamların məhəbbəti olar. O metoddur. Allahın buyurduğu bir də sədəqə vermək olar. Allahın buyurduğundan metoddur ki, bu yoldan Allahdan kömək. Əhsən usta, çox gözəl. Allah razı olsun. Növbəti səs sualımız. Bəli. Salam, zəhmət olmasa başa salardınız ki, şəhid diridir. Necə başa düşək? Axı, ümumiyyətlə ruh ölmür. Əvvəla, hamı diridir. Nəinki şəhid? Bu bir ayə şəhidin diriliyinə. Budur ki, şəhidin diriliyi fərq eləyir keyfiyyətdə. Hamı bərzəx aləminə gedir. Ölmağın mənası ruhun məhv olmağı deyil. Məsələn, ölümü cəhməni deyək. Ölüm dini terminlərdə, yəni intiqal. Gözəl bir ifadə var, bəzi yerlərdə işlədərlər, dünya dəyişmək. Ölümün mənası dünya dəyişməkdir. Məsələn, dünya dəyişməyin öz içini biraz diqqət eləsə adam, yəni dirilik. Sən bizdə çox işlənərdə, köçüsən də dünyasını dəyişdir. Bu evdən, dünya evindən, axirət evindən, hər evində özünə uyğun paltarı var, hər evin özünə uyğun. Ana bətnindən bu dünyaya. Bədən, bu bədən olmur, amma sən köçsən. Düz. Pəs bu iki şəhid diridir, təkcə şəhid diri deyək, əsən tamam insanlar diridilər. Bərzəxə kafir olsun, müşrik olsun. Dünya dəyişməkdir da, ölüm yəni dünya dəyişmək. Amma şəhidin diriliyi fərqli dirilikdir. İki dənə mən fərqini ərz edeyim. Quran bir buyurur ki, İndə Rəbbihim yurzəqun. Şəhid Allahdan ruzulanır. Allaha qonaqdır. Mən bunu öz ifadəmizdə işlədim. Bəzən insan, əlbəttə bu misaldır, misaldır. Bəzən sən bir nəfərə qonaqsan. O sənə hər gün xörək göndərir, hər gün taam göndərir, evvə göndərir. Ya hər halda sənə hardasan göndərir bu xörək, onun süfrəsinin başındasın. Bu bir nə odur? Biz həmişə Allahın öcürü süfrəsinin başındayıq. Həmişə biz Allahın süfrəsinin başındayıq. Allahın neymətlərindən biz bəhrələnirik. Aləmdə Allahın neymətlərindən başqa heç nə yoxdur ki. Doğru. Bir də budur ki, ev sahibi səni çağırır ziyana.
gətirir öz süfrəsində özü itam eləyir. Bəli. O itam səni göndərmək də itamdır. Bəli. Amma bu itamı ki, öz süfrəsində gətirib bu fərq edir. Orucluqda insan Allah qonağıdır, mənası budur. Həccidə Allah qonağıdır, mənası budur. Həmişə Allahın qonağıyıq biz. Bəli. Amma o qonaqlıq fərq edir. Xüsusi qonaq. O bu mənada ki, mən misal verdim. Yaxşı, şəhid Allaha öcür qonaqdır. İndə Rəbbihim yurzaqun. Biz əməllərimizin rizqini yeyəcəyik. Bəli. Şəhid yox. Çün hər nəyim veribdir, canım veribdir. Allah yolunda Allaha qonaq olubdur. Daha əməli ilə düşməzlər də. Allaha xüsusi qonaqdır. Bəs şəhidin məsələsi diriliğinin keyfiyyətidir. Nə? Bu birincidir. İkinci incə sözdə var. Bu biraz gərək çox araşdırıla. Baxın, biz ki, dünyamızı dəyişirik, ölən halımızı bilmirik. Bəli. Birdən ayılırıq, görürük, hədislərdə var da insan O keçidi keçdi. keçibdir, hələ inanmır ölübdir. Bəli. Tabutda aparırlar, cəmaat ağlayır. Bu hətta özü də bu tabuta bəzi hədislərdə var, görür, niyə bunlar ağlayırlar, niyə gülür. Yavaş-yavaş vaxtı qəbrə Alışır, qoyurlar və cəmaat hamısı uzaqlaşır, gedir. Burada yavaş-yavaş görür ki, bu ayrı aləmə getibdir. O köçmə vaxtında bu agah deyil. Köçmə vaxtında o ayıqlıqla getmir. Elə bir nəfər aparırlar banisiya, hüşdən gedib aparırlar. Bəli. Evindən. Bilmirlər Yıxılıbdır Bəli, evdən. huşu gedib. Huşu gedibdir, aparırlar banisiyada ayıldı. Ayıldı, mən niyə bura getmişsin? Bəli. Bu yolu bilmədi. Bir də budur ki, o adam yıxılaq, əli sınaq. Bəli. Bütün yolu bilir. Bütün yolu bilir nədir? Hədislərdə var, şəhid bütün yolu bilir. Hətta hədislərdə vardı ki, aya bir şəxs istəyər cənnətə gedəndən sonra cənnətdən çıxsın? Xeyr. Hədisdə var, bir qrup istəyər. Bəli. Şəhid. O da şəhidlər. Niyə? Bunlar şəhid olandan o qədər əzizlənərlər Allahın məhzərində, o qədər Allahın rizqində əzizlənərlər. Cəələni minəl mükrəmin. Qilət xulil cənnə, Yasin surəsində var. Şəhidi Yasin də Həbib, Dülgər Həbib barəsindədir. Onun ayələrini oxusa, deyir, o qədər bu əzizlənər bu şəhid. Deyir, bir də mən bu yolu gedim. Bir də bu cür əzizlənim. Bir də bu yolu gedim, qeyrəz o behiştə girmək. Bu yolu bir də mən gedim. Ona görə şəhid oyaq, həy bərzəxə girər. Diri. Amma başqaları Ölü. bərzəxə girərlər. Bir həyyiliyində mənası bəzi müfəssirlər belənci bu. Əsas. Maşallah, çox gözəl usta, təşəkkür. Bəli, növbəti sual oxuyaq. Kərbəladan gələn möhürlərlə dəstəmazsız və üzr istəyirəm, qüsul olmadan toxunmağın hökmü nədir? Günah sayılırmı? Yox, Kərbəla törbətinə günah sayılmır. Bəli. İmamların adları ayrıdır. İmamın adı qəsd ola, bir şəxs ola, adı Hüseyin ola, yox, imamın adı ola, qəsd ola, ona ayrıdır və lakin bu ayrı yoxdur. Vacib namazı bitirdikdən sonra 3 dəfə təkbir dedikdən sonra və namazı bitirdikdən sonra qalxarkən təsbihat-ı ərbəyə zikrini bir dəfə və ya 3 dəfə demək sünnədə varmı? Bu barədə səhih sənədli hədislər varmı? Hər vacib namazda belə etmək icazəlidir, yoxsa bidət hökmünə girə bilərmi? Yəni namaz qurtulandan sonra... Bəli. Vacib namazı bitirdikdən sonra 3 dəfə təkbir dedikdən sonra və namazı bitirdikdən sonra qalxarkən təsbihat-ı ərbəyə zikrini demək. O cür şey varid olmayıb ki, qalxasan, durasan, deyəsən. Amma demağın işqalı yoxdur. İnsan bir budur ki, gəlib deyə ki, bu hökmən namazdan sonra bu var. Bir də budur ki, Allahın zikri. Fəzkurullah zikrən kəsirə. Allahı nə qədər zikr edilsən elə. Mən də durmuşam ayaqüstə Allahı zikr edəyəm. Mən bir dəfə də bu proqramda arz elədim. Bəzi məsələlərə xüsusi mümkündür bir hökm olmaya. Umumi hökmün içinə girə. Allahı zikr elə, fəzkurullah. Düz. Ya Quran oxuyun.
Fəqrəu ma teyəssərə minəl Quran. Burada qeyd vurmayıb ki, nə cür zikr elə, harda zikr elə. Fəzkurullah zikrən kəsira deyib, otluq yerdə zikr elə, əyazda zikr elə. Heç bir yoxdur ki. Deyərlər, Allah-u Mutal burada bizi dəvət eləyibdir, bizə göstəriş veribdir. Hər halında. Mutlaquz zikr. Hər nə zikr edirsən, hər nə halda. Fi kulli halin. Hər nə halda. Ya Quran oxu. Bizə deyib evdə Quran oxu. Məsciddə. Bəzilərinin xüsusi savabı da var. Amma bu üçün fəqrəu ma teyəssərə minəl Quran. Bu ayənin özündə heç qeyd yoxdur ki, harda Quran oxu. Pəs qəbristanlıqda Quran oxumaq olar ya yox. Bu ayəyə görə bəli. Fəqrəu ma teyəssərə minəl Quran. Axı burada qəbristanlıq qeyd olunmayıbdır. Qeyri-qəbristanlıqda qeyd olunmayıb ki. Yəni burada mütləqdir. Burada heç nə qeyd olunmayıb ki. Deməyib ki, Quran oxu məscidə girəndə. Quran oxu məsciddə oturanda. Fəqrəu ma teyəssərə minəl Quran. Buna deyərlər mutlaq. Və kim İslam elmləri ilə tanış olsa, görər bu cür hökmlər, əmrlər və bu cür göstərişlər qeydisiz olsa mütləq alınar. Üzərində Kərbəla məscidinin şəkli olan və ya imamların adı yazılan möhürlər ilə namaz qılmağın hökmü nədir? Səcdədə alın yerə qoyulduğu üçün şirk və ya məkruh ola bilərmi? Ayətullah Əl-Sistaninin və əksər alimlərin bu barədə görüşləri nədir? Əvvələn fiqh məsələləri ilə, şəriət məsələləri ilə ilahiyyat və əqidə məsələlərini bir nəfər qatmamalıdır. Şirk gərək əvvəldə məna ola. Şirk nədir? O mümkün bir zat fiqhi baxımdan məsələn düz olmaya. İndi biz məsələn namaz qılırıq, qibliyə gərək qılaq. Amma qibliyə qılmasaq şirkdir. Allah qəsdinə. Namaz batil. Namaz batildir. Fiqhi baxımdan vacibi namazlar batil olar. Olmaz, qiblə olmaz. Amma şirk bəhsi fiqh və şəriət bəhsi deyil. İlahiyyat və əqidə bəhsidir. Şirk əvvələn nədir? Şirk budur ki, insan Allahın kənarında bir ayrı varlığa da inana ki, bu da ehtiyatsızdır, bu da varlığı özündəndir və bu cür ifadələr. Şirk buna deyərlər. İnsan, biz alnımızı möhrə qoyanda, kim bizdən soruşsa, kimə ibadət edirəm, deyirəm Allaha. Amma alnıma qoyam. Yine burada metodla hədəf qarışıbdır. Qaydırıq var həmin söhbət. Metod ki, insan Allaha ibadət edeyim. Nə cür ibadət edeyim? Düz. Hansı formada? Forması budur ki, səcdə edeyim. Metoddur bu. Hətta niyyətin Allah olmasa, yine ilahiyyat baxımından şirki deyil. Ona görə Quran deyir ki, Adəmə səcdə elə. Sən Allah görmüsən ki, Adəmi? Allah deyib Adəmə səcdə, insan kimin, insanın məxluq kimin, Allahın göstərişidir, səcdə edirəm. Amma səcdədə mənim niyyətim bu deyil ki, o məbuddur, o Allahdır. Metod fərq eləyir məqsədinə. Çox gözəl. Salam, bir nəfər ailədə və yaxud çöldə üzr istəyirəm, söysə, zarafata və yaxud qəzəbli halda o cür şəxslərə cəhənnəm əzabı vardır. Bir də bir nəfər görür ki, ona ağır söyüş verilir, xanımını söyür, özünü, ailəsini. Burada bu şəxs onu öldürə bilərmi? Öncədən təşəkkür edirəm. Xeyr, bir nəfər o məhkəməni niyə qoyublar? İnsan özü eləyənməz bir zadə. Özündən müdafiə eləyə bilər, əgər biri təhlükə yaradır. Yəni, baxın, bir budur ki, bir nəfər gəlir səni öldürsün. Canım təhlükəyə düşdü. Canında o müdafiə haqqın var da, hər dində müdafiə haqqı var. İnsan biri-birinə bıçaq vura, ölə də, o müdafiə bəhsi ayrıdır. Amma bu ki, insana bir nəfər ədəbsiz söz deyir, söyüş verir, insan eləyə bilər, məhkəməyə müraciət eləsin, məhkəmə insanların canını da, malını da, abrısını da və alicən təhlükədən qorumalıdır da. Yəni, insan özü prokuror deyil, özü məhkəmə deyil. Məhkəmə deyil. Bəli, çox gözəl ustad. Salam, bu gecə dəhvül ərz gecəsidir. Yəni, bu gecə əhyə saxlamaq yaxşıdırmı?
Mənim yadımda da o cəmə Fatihə baxır, dəhvul Bu gecə, ərzdə saxlamaq olar ya yox. Dəhvul ərzin mənası budur ki, Ustad müstəhəbdir ki, olar da saxlasın. mən də yadımda da baxalar görələr müstəhəbdir ya yox. Bəli. Zəhmət olmasa deyərdiniz, salavatı səcdədə demək olar, yəni zikir kimi misal üçün 100 dəfə. Bəli, demək olar. Amma o həddə ki, insan öcür deyə ki, da deyərlər bu namaz qılmır. Bəli. Yəni müvalatı əgər dəysə bir-birinə. Yox, ustad namazda demir ha. Yəni salavatı səcdədə demək olar, zikir. Bəli, demək olar. Sən vacibi səcdədə demək olar salavatı. Bəli. Yəni insan salavat zikrini rükuda, səcdədə ilə vacibi namazında da deyə bilər. Amma bu iki məsələn 1000 dana deyə o qədər ki, namaz qılmaq ürfidə halətindən çıxsın, onu danışırdım. Amma namaz halında deyil, nə qədər deyir desin. Əslən, gecədən səhərəcən desin, salavat görürsün. Bəzi əshab var idi, Peyğəmbərin sahabələri ki, bunlar xüsusi insanlar idilər. Məsələn, deyərdilər, bu gecə ruku gecəsidir. Səhərəcən ruku eləyərdilər. Bu gecə səcdə gecəsidir. O, eybi yoxdur. Bəli. Salam, sizə öncədən təşəkkür edirəm. Sualım belədir ki, hərbiyə getməyə az qalıb, amma əskərlikdə olanlardan soruşmuşam, orada hərbidə duşalan yerlər bir yerdə olur. Əskərlər bir-birinin yanında çimir və hətta 2 nəfər, 3 nəfər bir yerdə yanbayan çimirlər. Bunun hökmü nədir? Günah hesab olunur. Əgər eyni dəniz çimində, dənizdə hamı çimir, o ki, örtük ola, o yerlərdəki örtük lazımdır, ondan sonra eləyə bilər. Aha, yəni o vacibi geyimi riayət eləsin. Bəli. Əksər psixoloqlar deyir ki, övlad valideynin güzgüsüdür. Bu fikirlə İslam razılaşır. Xeyr. Təbii halda mümkündür. Baxın, psixoloji baxımdan bir nüqtə bəzən qəflət olur. O da insan iradəsidir. Bəli, psixoloji baxımdan araşdıranda insana təsir göstərən mühit var, ata-ana var, məktəb var. İndiki dövrdə, məsələn, internet var, bu şəbəkələr var, məcazi şəbəkələr var, bunlar var. Amma bunlardan mühim insan iradəsidir. Yəni, insan iradəsi bunlara qalibdir. İstəsə işləsin. İşlətməsə bunlar olar, ha? İnsan elə ata-anasının, bəli, güzgüsü olar. İşlətməsə. Amma işlətsə ayrı model olar insan. Və tarixdə bu, sən Allah-u Mutal çox vaxtlar görsədib, Həzrəti Nuh, oğlu güzgüdür Həzrəti Nuh, ha? Yaxud məsələn Lut Peyğəmbərin, əlbəttə Lut Peyğəmbər həyat yoldaşı ayrı cür idi. Tarixdə çoxlu adamlar vardı, İslam tarixində baxsız ayrı model insanlar var, ata bin odur, oğlad bin başqa cürdür. Bu demək olmaz, insanşünaslıq baxımından yox. Təbii baxımından baxsın, bəli, insan iradəsini işlətməsə, iradəsi, o zavodun məhsuludur. Amma iradəsi, bu insana üzrü deyil. Deyək ki, mənim atam əsəbidir, mən elə irsi qalıbdır. İnsani dəyərlərdə irsi bəhsi yoxdur. Niyə yoxdur? Çünki insanda iradə var. Bəli, bunda qəzəblıq şəraiti yaxındır, amma iradə ayrı odur. Mən buna bir misal vurum. Sən həmişə bir astanovkadan maşına minərdin ki, 5 metr evinlə fasiləsi var idi. İndi elə oğlun da sənin öcürdür da, 5 metrdir. Amma mümkündür, oğlun məsələn çıxa buradan köçə gidə ayrı yerə. Ayrı dayanacaqda. Ayrı dayanacaqda. Bəli, adi şəraitdə amma 5 metrdir. Amma bu mənası bu deyil ki, həmişə belə olacaq. Həmişə belə olacaqdır. İnsanda çün iradə var, təlim, tərbiyyət o iradəyə aiddir. Əgər psixoloji baxımdan öcürdür, pəs təlim-tərbiyyəyə yığışdırın. Niyə təlim-tərbiyə verirsiniz? Bəli. Yəni, irs yoxdur da. İrs bu mənada ki, cismi halətlərdə var. Məsələn, mümkündür birinin gözü atasının nə oxşayan, qiyafə var. Hətta mən istəyəm deyim, ruhi cəhətlərdən də var. Amma zəmin kimin?
nə məhsuldar bir ağac kimin. Baxın, bir torpaq var. Burada şərait var bu ağac bitsin. Düz. Amma bitməyibdir. Bəli, ata əsəbidir, mümkündür şərait var, uşaq da əsəbi olsun. Amma münbit zəmin kimin? Torpaq kimin? Amma bu ağac olsun, meyvədar olsun, daha bundan əli bağlı olsun desin, mənim atam əsəbi idi, mən də əsəbiyəm. Yox, bunu ağac eləyən insan iradəsidir. İradəsidir, əhsən. Gözəl yanaşma idi. Bəli. Salamün aleykum. Mənim bir sualım var. Belə ki, cənnət və cəhənnəm mövcuddur, ya uca Allah sonra yaradacaq. Quran məntiqi ilə bilmək istərdik. Allah hamınızdan razı olsun. Mənim zərrə qədər belə şəkkim yoxdur. Sadəcə yəqinimi daha da çoxaltmaq istəyirəm. Quranın ayələrindən belə çıxır ki, cənnət hazırdır. O iddət lil muttəqin. Allah-u Teala vaxtı cənnət barəsində danışır, sonra deyir, hazırlanıbdır təqvalar üçün. Əlbəttə, mümkündür, insan öz əməli ilə də yeni cənnətlər qazana. Yəni, bu mənası bu deyil ki, o cənnət ki hazırlanıbdır, fəqət insana onu verəcəklər. Mümkün insana ayrı neymətlər də verələr. Mən bir ayrı misal vururum, bir nəfər qonaq gedir birinə, xorayı hazırlayıblar. Mümkündür, bu girəndən sonra, məsələn, gedib mağazada meyvə də ala gətirələr. İnsan əvvəldən, Quranın ayələri budur ki, cənnət insana hazırlanıbdır. Nəinki sonradan hazırlanacaq. Nəinki sonradan hazırlanacaq. Çox gözəl, ustad, Allah razı olsun. Selamun aleykum. Ağaya, bizdən Sayvər ağaya salamımızı çatdırın, zəhmət olmasa. Rusiyanın Saratov şəhərindən Seyid Zamin. Bəli, ağa özü eşidir. Çox sağ ol. Aleykümselam və rəhmətullah. Selamun aleykum qardaş, uca Allah ağanı sizi qorusun. Təşəkkür edirəm. İnşallah biz sizi daim izləyirik. Təşəkkür edirəm. Allah ömrünüzə, ruzunuza bərəkət versin. Salam, Quran məscidə hədiyyə eləmək axar sədəqə sayılırmı? Bəli. Çünki ta o vaxt ki, Quran oxunur, bəli, savabı gedir. Sən kitab hədiyyə eləmək, məscidə, kitabxanaya. Hədiyyə ya vəqf ustad? Hədiyyə də versin, orada oxuyacaqlar da. Bəli. Yəni, ola bilər, hədiyyə olsa götürüb başqasına da versin. Yenə də ta o başqasına da verir, bu başqası oxusa, onun nəsli oxusa, yenə də nədir? Amma bu axarlığın məhdudluğu və məhdudsuzluğu var da. Ta vaxtı ki, o kitab qalır, oxuyan var, bu savabı qazanacaq. Axar sədəqədir. Çox gözəl ustad, növbəti sualı oxuyum. Zahirən axırıncı sualdır. Sual, bütün spirt növləri pakdırmı? Deyirlər, spirtə su qatılanda mürdar olur. İki pak necə olur ki, bir-birinə qatılanda niyə napak olur? İspirt, əgər tibbi ispirtdir, yox, bu əvvəldən pakdir, sonra da pakdir, amma əgər bu məst edicidir, içmağı haramdır. İçmaq haramlıq qeyr-əz pak nəcislikdir. Biz adı mümkündür içmağı, yemağı haram olur. Məsələn, torpağın yemağı haramdır. Amma torpaq pakdır. Nəcis deyir ki, torpaq yemək haramdır. Pulçusuz balığı yemək haramdır, amma pakdır. Paklıq ayrı şeydir, haramlıq ayrı şey. Ayənin konkret tarixi səbəblə enməsi onun hökmünü məhdudlaşdırır, yoxsa məna ümumi qalır? Məna umumi qalır. Buna deyirlər şə'n-i nuzul, ya da o yenmə səbəbi səbəbdə ayə məhdudlaşsın. O, ayənin bir nümunəsidir. Düz. Ayənin bir hadisədə nazil olmaq istəyir, o nümunədirsin. İstəyirsiniz bu ayənin mənasının, nümunəsini biləsiniz, bu budur. Uhud müharibəsində məsələn ayələr nazil olubdur. Bir Peyğəmbərin sözündən çıxdınız və bilənçi bir şəhidlər verdiniz. O dağın cığırlığından çıxdılar, düşmən dalınca qənimət üçün yığmaq üçün qaçdılar. Tamahkarlıq səbəb oldu Peyğəmbərin sözündən çıxasınız və ayələr nazil olubdur. O ayələr fəqət Uhud barəsində deyil ki, o ayələr budur ki, tamahkarlıq belə eləyər insanı. Peyğəmbərin sözündən çıxmaq belə eləyər. O şə'n-i nuzuldur. Ayənin mənası genişdir. Bəli, çox gözəl. Möhkəm və mütəşabih ayələrin sərhəddi necə müəyyən olunur? Hansı hallarda
bir ayə açıq, hansı hallarda çox mənalı sayılır? O qeydir ədəbiyyat bəhsinə. Bəli, Əgər qrammatik. bir kəlmə mənası bir danadır, ayrı variant biləsində də yoxdur, o möhkəm. Çox mənalı deyil. Çox mənalı deyil, insan neçə cür baxamır ayəyə. Bəli. Məsələn, ləm yəkun ləhu kufuvan əhəd. Allahın tayı yoxdur. Bəli. Ləysə kəmisli şey, onun misli yoxdur. Yoxdur. Bu Qul möhkəm. huvallahu əhəd. O əhəd, bu möhkəmdir. Bunlar daha ayrı məna bunlardan albaq olmaz. Amma bəzi ayələr var, insan mümkündür, müxtəlif variant o ayəyə nəzərə gələ. Yadullah. Allahın əli, məsələn, Allahın əlinin müxtəlif mənası var. Desən, ərəb dilində əl, deyək filan kəsin əli uzundur. Bəli. Əli uzundur. Yəni, adamları çox hər yerə iş çatır. görmək. Bəli. Məsələn, ya əli uzunda oğrudur. Bəli. Bu mənası da var. Əli filan kəsin əl bəhsində. Əli bərkdir. Əli bərkdir. Hə, yəni biraz Pəs məlumdur, yəd sözü müxtəlif mənalarda işlənibdir. Məcazi mənalardır. Məcazi məna. Bir də ayə işlənəndə biz bu məna mümkündür qalaq nədir? Təxt. Təxt sözü elə bizim öz dilimizdə də filan kəs təxtə otdu bu gün. Təxtdən düşdü. Yəni hakimiyyətə gəldi, hakimiyyətdən getdi. Eyni bu birisində də işlənər. Yəni elə doğudan təxtdən də düşsün deyirlər, təxtdən düşdü. Amma hakimiyyətdən də düşsün deyirlər, təxtdən düşdü. İndi hansı mənayədir? Gərək cümləyə tam baxarsan. Cərəh baxarsan ayrı ayələrlə bir yerdə və şəraiti nəzərə alasın. Görəsən ki, Allah cisimdir, təxtin üstündə otsun, düşsün. Bunlar səbəb olur bu ayə mütəşabih olsun. Çox gözəl ustad, Allah razı olsun. Elmi kəşfləri ayələrə tətbiq etmək təfsiri zənginləşdirir, yoxsa mətnə sonradan məna yükləyir? Burada diqqətli olmalıyıq ki, elmi kəşflər bəzən nəzəriyyədir. Hətta bəzən ondan da aşağı fərziyyədir. Biz fərziyyə ilə Qur'an-ı ki, vəhyidir və qovlən fəslən konkret sözdür. Quran ehtimallı sözdəyir. Qəti söz. Bəşərin sözləri kimində? Bəşər bəzən danışar, deyəm, mənə belə gəlir. Mən belə yozuram, belə fikirləşirəm, mümkündür başqası da ayrı cür fikirləşir. Allah heç vaxt vücud demir, mən belə fikirləşirəm, mümkündür başqası. Belədir. Belədir. Allah gerçəki izah edir, belədir. Daha ayrı tərəf deyil, belədir. Allah-u Teala bu iki şayət belula belə deyil. Çün öcürdür, elmi nəzəriyyələrdə şayətdir. Hətta nəzəriyyəsi də. Bunun bir dana böyük bir mübahisəri var. Nəzəriyyə sən ya nə mənə? Biz adı deyəndə nəzəriyyə istəyirsin tam aləm buna uyğun deyil. Deyir, yox, bizim analizimindən bu nəticə veribdir. İndi başqa nəzəriyyə gəlir, o qoyurlar kənara, bu gəlir səhnəyə. Biz gərəkməz nəzəriyyələr, xüsusə fərziyyələrlə Qur'anı tətbiq eləyək və məna eləyək. Onda nəzəriyyə dəyişiləndə məcbur Qur'anda dəyişək. Çox gözəl ustad, Allah razı olsun, Allah ömrünüzə, elimizə bərəkət versin izahlarınızla. Mən öz adımdan, veriliş adına təşəkkür edirəm. Sonda bir dua edin, amin. Allahdan istəyirik bizi Qur'an və Əhl-i Beytdən uzağa salmasın. Amin inşallah. Bir daha təşəkkür edirəm. Belə dəyərli tamaşaçılar, həqiqətən çox maraqlı verilişin sonuna yaxınlaşdıq. Allah amanında gecəniz xeyrə qalsın. Bizi izləməyi unutmayın. Hər dəfə paylaşın verilişlərimizi. YouTube kanalımıza abunə olun. Allah amanında gecəniz xeyrə qalsın. قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي